İmam Əli, Həzrət Əli dünyadan köçmüş heç bir şəxs haqqında artıq əksik danışmaq olmaz, negativ danışmaq olmaz. Hansı bir şəxs olur olsun, o da ki, qala tarixi şəxsiyyətlər, tarixdə iz qoymuş insanlar, istər dini, istər elmi. Heç kim ölü deyil. Hər kəs yaşayır. Bu, Einstein bunu gözəl şəkildə izah elədi. Zaman və fəza eyni bir şeydir. Yəni, zaman bizim beynimizin qavrayışına görə biz yaşlanırıq, qocarıq, ölürük, bizə elə gəlir zaman axır. Amma Einstein həyat yoldaşına yazdığı bir məktubda belə deyirdi. Əzizim, dostu dünyasını dəyişmişdi, həyat yoldaşı kədərli idi və o arvadına yazdığı məktubda belə deyirdi. Əzizim, o bizim üçün bugün burada dünyasını dəyişsə də, o bir başqa yerlərdə yaşayır. Bəli, mən bugün 2026-cı ildə mənim üçün atam dünyasını dəyişib. Amma mən 87-ci ilə qayıda bilsəm, mənim atam orada sağdır. Biz zamanda hərəkət edə bilmirik, ona görə də bizə elə gəlir. Bəli, heç kimin haqqında Həzrət Əli dahi bir şəxsiyyətdir. Bugün mən burada çıxıb desəm ki, mən bu danışdığım şeyləri, bu fikirləri gedirəm Həzrət Məhəmməddən soruşuram, halallıq alıram, mənə dəli kimi baxacaqlar. Amma kimsə çıxıb bunu bir fars deyəcək ki, Əli qapını barmağı ilə qaldırdı yerdən, ona inanacaqlar. Amma mən demirəm ki, bunu mən tək bacarıram, vergi verilib. Deyirəm ki, bunu hər kəs bacara bilər. Bəli, mən bu danışdıqlarımın halallığını şəxsən Həzrət Məhəmməddən alıram və təqdirə layiq şəkildə o adam bir təbəssümlə razılığını verir ki, bəli, mən onun demək istədiklərini deyirəm. Çünki bugün din üzərindən böyük oyunlar qurulub. O cümlədən Həzrət Əli və bunu yenə deyirəm, demirəm ki, vergi verilib, deyirəm ki, hər kəs bacarar. Mən insanın ali bir varlıq olduğunu sübut eləməyə çalışıram. Təəssüf ki, insanlar həqiqəti qoyurlar, gedirlər, başqa şeyə inanırlar. İmam Hüseyin dediyimiz şəxs gözəl bir insandır. Bəli, təqdirə layiq bir insandır. Öz hakimiyyətini, xəlifəliyini, öz babasından qalan qurulmuş xilafəti, xəlifəliyi geri qaytarmaq üçün savaşırdı, döyüşürdü. Amma o demək deyil ki, biz bugün gedib oturub ya Hüseyin deyib özümüzü döyməliyik. Biz bugün İslamı öz qurulmuş bir ehtiyac var idi deyə din çərçivəsində qurulmuş hakimiyyətini geri qaytaran İmam Hüseynin timsalında bugün Azərbaycanda bacıları, qardaşları, ataları, anaları, övladları bu günləri bu səhifədə məni izləyən neçə şəhidimiz var. Onların ayağı qoyduğu yerə mən alnımı qoyub səcdə eləməliyəm. Bəli, mənim namusumu, şərəfimi, qeyrətimi, mənim ailəmi qoruyan oğlanlar burada şəhid olduğu halda mən əgər şəxsi döymək lazımdırsa, mən bizim şəhidlərin gedib öldüyü gün onların üçün ağlayaram. Amma ağlamaq bir fayda vermir. O bir siyasətdir, bir oyundur. Qurublar bu xalqın, bir milləti, o da bir yenilikdir, bir dindir. Yaradıb kimsə necəsə ondan istifadə edir, özü bilər. Onu özünü döyməklə hamı bilir ki, bugün Polad Həşimov təzədən dirilib gəlməyəcək. Amma o sağdır, haradasa sağdır. Onun üçün onu özümüzü döymək də, yəni onun özünə də xoş deyil. Bəli, onun ruhuna da xoş deyil. Amma bugün onun ailəsinə, övladına, onların şərəfini, adını uca tutmaq bizim üçün çox böyük bir onun ruhu qarşısında gördüyümüz iş olar. Nəysə, bu videonun ardınca İmam Əli haqqında heç vaxt heç yerdə eşitmədiyiniz həqiqətləri danışacağım.